Salam, Xalqın gündəmi rubrikasında Hörmüz boğazında böhran neft bazarını möhkəm silkələyib məqaləsinin icmalını təqdim edirik. Müəllif Nurlan Abdalovun təhlilinə görə Hörmüz boğazı ətrafında yaranmış gərginlik qlobal enerji bazarında ciddi dalğalanmalara səbəb olub. Regionda hərbi risklərin artması nəticəsində tanker daşımaları məhdudlaşıb, sığorta öhdəlikləri azalıb və yüzlərlə gəmi açıq sularda lövbər salaraq gözləmə mövqeyinə keçib. Ən azı 150 tankerin boğaza daxil olmadan dayanması ixracatçı ölkələr üçün real təchizat riski yaradıb. Məqalədə vurğulanır ki, dünya üzrə dizelin təxminən 10% və aviasiya yanacağının 20% məhz bu marşrutla daşınır. Qlobal neft tranzitinin isə 20%-dən çoxu Hörmüz boğazından keçir. Buna görə də hər hansı logistika və təhlükəsizlik problemi qiymətlərə dərhal təsir göstərir. Müəllif qeyd edir ki, tam blokada halında ölkələr mövcud ehtiyatlarla cəmi 25 gün tədarükü davam etdirə bilər ki, bu da boğazın strateji əhəmiyyətini açıq şəkildə göstərir. Qiymət reaksiyası artıq bölgələrdə də özünü göstərib. Norveçli analitiklər isə qiymətlərin əlavə 20 dollara qədər sıçraya biləcəyini də istisna etmirlər. Bunun fonunda OPEC gündəlik hasilatı 206 min barel artırmaq qərarı versə də, bəzi ekspertlər bu addımın təsirinin məhdud olacağını düşünürlər. Çin tərəfi də məsələyə münasibət bildirərək hərbi əməliyyatların dayandırılmasına və regionda sabitliyin qorunmasına çağırıb. Müəllifin qənaətinə görə hazırki bahalaşmanın fundamental əsasları zəifdir. Çünki qlobal hasilat proqnozları hələlik təklifi üstələyir. Əsas risk isə nəqliyyat və tranzit marşrutlarındakı təhlükəsizlik faktorudur. Azərbaycan kontekstində isə qeyd olunur ki, ixrac əsasən Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə həyata keçirildiyindən birbaşa risk məhduddur. Bundan belə dünya bazarında qiymət artımı ölkəyə əlavə valyuta gəliri gətirir. 2026-cı il büdcəsində neftin qiyməti 65 dollar götürülsə də, Azerlight markası artıq bu göstəricidən yuxarı səviyyədə satılır. Nurlan Abdalovun qənaətinə görə gərginlik qısa müddət olarsa, qiymətlər tədricən sabitləşə bilər. Lakin münaqişə uzanarsa, neft bazarında daha kəskin və davamlı bahalaşma qaçılmazdır. Xalqın gündəmində bugünlük bu qədər. Bizi izləməyi və abunə olmağı unutmayın. Sağ olun, salamat qalın.